də əsas vasitə bildiyiniz kimi. Karyera və biznes ingilis dili öyrənən tələbələrin əsas məqsədlərindən biridir. Bir çox beynəlxalq şirkətlərin rəsmi dili ingilis dilidir. Bu dili bilmək daha yaxşı iş imkanları yaradır əlbəttə ki, bizim üçün. Həmçinin maaşları artıra bilər, qlobal iş bazarında davamlı şəkildə rəqabətli olmağımıza kömək edə bilər və s. Həmçinin dünyanın bildiyiniz kimi ən yaxşı universitetlərinin əksəriyyəti Amerikada olsun, Böyük Britaniyada, Kanadada, dünyanın bir çox yerində ingilis dillidir. Elmi məqalələrin, tədqiqatların, akademik kitabların böyük əksəriyyəti ingilis dilində nəşr olunur. Həmçinin internetdəki bir çox kontentlərin yarıdan çoxu ingilis dilindədir. Proqramlaşdırma dilləri olsun, texnologiyalar, proqram təminatları əsasən bu dildə yaradılır bildiyiniz kimi. Və ən vacib məsələlərdən biri də səyahət. Hansı ölkəyə səyahət etməyimizdən asılı olmayaraq ingilis dili bizim universal açarımızdır. Həmçinin şəxsi inkişaf da bu səbəblərdən biridir. Yeni bir dil öyrənmək beynin inkişafını, yaddaşını gücləndirir, düşünmə qabiliyyətimizi artırmaq üçün faydalıdır. Amma hər kəsə maraqlı olan o sual, niyə hələ də danışa bilmirik? İngilis dili bacarıqlarının təkmilləşdirilməsi və ünsiyyət metodları bizim mövzumuz. Yəqin ki, bu mövzunun adını eşidəndə ağlımıza dərhal qrammatik kitablar, sıxıcı qaydalar, lüğət əzbərləmək gəlir. Amma sizi əmin eləyirəm ki, bugün biz bunlardan danışmayacağıq. Biz bugün ingilis dilini bilməkdən necə istifadəyə keçəcəyimizdən danışacağıq. Yəni daha çox bilməkdən yox da necə istifadə edə bilərik, ondan danışacağıq. İlahə xanım, paylaşa bilmirsinizsə, mən bir dənə yoxlayım, görüm ekranı mən özüm paylaşım edə bilirəm. Dosyayı dəstəkləmir, tam PDF formasında olmadığı üçün. Onun üçün sabahdan əyləşirəm, hələ alınmır. Hələ baxın, görün, siz paylaşa bilirsiniz. Bir dəqiqə. Zəhmət olmasa. Yarıda kəsdiyim üçün üzr istəyirəm. Bir dənə yoxlayım. Siz məni host etmisiniz? Görünür mənim ekranım, baxın. Bəli, görünür. Oldu. Gələ bayaqdan açardım. Bəli, niyə hələ də danışa bilmirik? Əsas sualımız. Ekranı rahat görürsüz, ümid edirəm. Bəli. Aha. Deməli, niyə hələ də danışa bilmirik? Gəlin səmimi bir sualla başlayaq ki, aramızda neçə nəfər ən azı 5 il məktəbdə, bəlkə də universitetdə ingilis dili keçib, amma bugün bir xarici ilə qarşılaşanda ağlımıza gələcək ilk cümlə "Sorry, my English is bad" olur. Yəni, bağışlama, mənim ingiliscəm zəifdir, yəni bərbaddır, pisdir. Əminəm ki, tək deyilsiz, bu çox yayılmış bir sindromdur və sizcə səbəb nədir? Səbəb odur ki, biz illərdir ingilis dilini bir fənn olaraq öyrənirik. Hətta bizə ingilis dili bir fənn olaraq öyrədilir. Bir ünsiyyət vasitəsi kimi yox, ancaq bir fənn olaraq. Biz sadəcə qaydalar əzbərləmişik, testlər həll etmişik. Amma real həyatda danışmamışıq bu dildə. Bizim problemimiz bilməmək deyil. Problem passiv bilikdir. Yəni, çünki soruşsam, çoxunuzun söz ehtiyatı var, yüzlərlə söz bilirsiniz, onlarla qrammatik qayda var, əminəm ki, amma biz onlara lazım olanda cəsarət edib aktiv istifadə edə bilmirik. Bugün isə əsas məqsəd o passiv biliyi necə aktiv bacarığa çevirə bilərik, ondan danışacağım. O dərsliklərdən çıxıb real həyata, real dünyaya necə addımlayacağımız barədə danışacağım. Biz deməli həmişə ingilis dilin öyrənən zamanı 4 əsas bacarığa
diqqət edirik. Dinləmə, danışıq, oxuma və yazma. Listening, speaking, reading and writing. Bildiyiniz kimi. Amma 21-ci əsrdə texnologiya dövründə bu bacarıqlara yanaşma tamamilə fərqlidir. Tamamilə fərqləndirilməlidir artıq, belə düşünürəm. İlk öncə başlayacağıq listeninglə, yəni dinləmə bacarığı. Bildiyiniz kimi, ümumiyyətlə, köhnə metod dinləmə bacarığının inkişafı dedikdə hamımıza aydın olan müəllimin və yaxud da hansısa bir audio diskinin yavaş, aydın bir səslə oxuduğu London is the capital of Great Britain tipli bir mətn dinləmək idi. Amma müasir ingilis dilində buna immersion, yəni dilə, necə deyim, qərq olmaq deyilir. Artıq məqsəd hər hansı sözü birbaşa düşmək deyil. Məqsəd konteksti, axını, emosiyanı tutmaqdır. Qulağınız təkcə Britaniya ingiliscəsinə yox, ümumiyyətlə müxtəlif aksentlərə öyrəşməlidir. Bunun üçün nə etməliyik? İngilis dilini hobbi olaraq, yəni sevdiyimiz şəkildə öyrənməyə başlamalıyıq. Bəzən tələbələrə məsləhət görürəm ki, BBC Learning English, gedin qulaq asın. Amma bilirəm, özüm də başa düşürəm, bir müddət sonra həmin tip videolara baxmaq tələbələr üçün yorucu olur. Hətta qulaq asmırlar. Bir gün, 2 gün challenge şəklində edirlər, amma daha sonra ardı gəlmir. Amma həmin dinləmələri biz real həyatımıza uyğunlaşdırmalıyıq. Nəyi nəzərdə tuturam? Əgər video oyunları xoşlayırsınızsa, sevdiyiniz xarici streamerlara baxa bilərsiniz. Əgər yemək bişirməyi sevirsinizsə, Ramsay'in şovlarına baxa bilərsiniz. Netflixdə filmlərə baxa bilərik, yəni zövqümüzdən asılı olaraq. Və baxarkən shadowing texnikasını yoxlaya bilərsiniz. Əminəm ki, bu metod barədə eşitmisiniz. Shadowing, kölgələmə, Azərbaycanla tərcümə edəndə belə çıxır. Yəni, speakerın dediyini eyni tonla, eyni sürətlə təkrarlamaq deməkdir. Bu, sizin tələffüzünüzü inanılmaz dərəcədə inkişaf etdirəcək. Mütləq ki, bunu yoxlamalısınız. Danışıq bacarığına gəlincə, danışarkən beynimizdə üç fərqli proses gedir. Danışıq bacarığı. İlahə xanım, ekrana yazılar düşür. Bunları necə silə bilərik? Onları oradan qələm işarəsi var. Qələm işarəsindən basıb pozan işarəsindən silə bilərsiniz. Çünki sizdən başqa kimsə silə bilməz onu. Özü sildi xanım. Xanım özü sildi. Oldu. Aha, danışığa gəlincə, biri var köhnə metod danışıq dərsləri, biri var müasir metod danışıq dərsləri. Köhnə metod dedikdə nəyi nəzərdə tuturam? Danışan zamanı bilirsiniz, beyində 3 fərqli proses gedir. Birinci, nə deyəcəyimizi ana dilimizdə fikirləşirik, Azərbaycanca. Daha sonra ingiliscə tərcümə eləməyə çalışırıq və daha sonra fikirləşirik. Görəsən qrammatik səhv etdimmi? Və nəticədə panik oluruq, danışa bilmirik və öyrənmə prosesi də yəni avtomatik getmir. Yəni danışa bilmiriksə, avtomatik bu yəni köhnə metod hesab olunur. Mesaj gəldi yuxarı, fikrim yayında, üzr istəyirəm. Müasir metod danışıq dərsləri dedikdə nəyi nəzərdə tuturam? İlk öncə hədəfimiz mükəmməl cümlə qurmaq olmamalıdır. Nəyi nəzərdə tuturam? Yəni tələbələr bəzən fikirləşir ki, cümləmdə heç bir qrammatik səhv olmamalıdır. Ay, mən səhv elədim, çox qorxurlar və panika nəticədə olur və ən nəticə susmaq, yəni danışmamaq. Amma müasir metodda biz mükəmməl cümlə qurmaq yox da, əsas məqsəd olaraq fikrimizi qarşı tərəfə çatdırmaq, qarşımıza məqsəd olaraq qoyuruq. Yəni, unutmamalıyıq ki, səhvlər bizi öyrədir. Səhv etməkdən çəkinməməliyik. Səhv etmədən hətta öyrənə bilmərik, yəni bunu deyək. Nə etməliyik? Bəzən tələbələr deyir ki, danışmağa heç kim yoxdur, Azərbaycandayıq, mühitə düşməliyik. Yəni, bu sadəcə bir bəhanədir. Telefonda səs yazı hissəsini aça bilərsiniz.
gündəlik 1 dəqiqə olaraq dünən nə etdiyinizi, bugün nə etdiyinizi, nə edəcəyinizi, planlarınız barədə danışa bilərsiniz. Səsinizi rekord edin, daha sonra qulaq asın və ən əsası tək danışın, tək olanda etdiyiniz hərəkətləri ingiliscə ifadə eləməyə cəhd edin. Məsəl üçün çay süzürsüz. Okay, I'm pouring some tea right now. I think I need some sugar. Yəni bu formada etdiyiniz şeyləri məsəl üçün hal-hazırda su içirəm. I'm drinking water. Yəni bunu ingiliscə beyninizdə fikirləşin və danışaraq hərəkəti edən zamanı danışmağa cəhd edin və avtomatik gündəlik edəcəyiniz şeyləri artıq ingiliscə bilmiş olacaqsınız. Bilməsəz belə gedib onu lüğətdə axtarıb öyrənmiş olacaqsınız. Kənardan bəzən dəli kimi görünə bilərik, çünki özümüzə danışırıq, amma həqiqətən ən effektiv metod budur. Gəlirik reading. Dediyim kimi reading bacarığının da inkişaf etdirilməsində həm köhnə metodlarımız var, həm müasir metodlarımız var. Köhnə metod deyəndə məncə hamımıza məlumdur. Dərsliklərdə və yaxud da hər hansı bir məqalə götürürük, tanımadığımız, bilmədiyimiz sözlərin altına xətt çəkirik və lüğətdən tərcümə edirik. Bir-bir sözlərin tərcüməsinin üzərindən yazırıq. Nəticə bir abzası bitirəndən sonra artıq yoruluruq və mətndən heç nə anlamırıq. Müasir metod readingin inkişaf etdirilməsi dedikdə isə biz kontekstdən mənanı çıxarmağı nəzərdə tuturuq. Yəni mətn oxuyan zamanı hər sözü bilmək məcburiyyətində deyilsiniz. Ya məqsəd ümumi mətni anlamaqdır. Ola bilsin ki, orada hər hansı bir termini, ingiliscə bilmədiyiniz çətin bir sözü bilməyəsiniz, amma o, yəni sizi panika salmamalıdır. Siz ümumi mənanı tutmağa çalışmalısınız. Reading oxuyan zamanı heç dərsliklərə ehtiyac yoxdur. İngilis dilində olan dərslikləri kənara qoyuruq. Bizi nə maraqlandırır yenə? Məsəl üçün futboldursa, gedin Athletic oxuyun. Texnologiya ilə maraqlanırsınızsa əgər, Medium bloqları var, Wired. Həmçinin məsəl üçün adicə sevdiyiniz mövzuda şərhləri, ingiliscə şərhləri belə oxumaq sizi o dərsliklərdən, monoton dərsliklərdən əminəm ki, daha çox fayda verəcək. Ona görə sevdiyiniz şeyləri oxumağa yönəlin. Nəinki, məsəl üçün, kitab üzərindən olan mənasız şablon mətnləri, hansı ki, sizə sıxıcı gələ bilər. Gəlirəm yazı bacarığının inkişaf etdirilməsinə. Köhnə yazı bacarığı, köhnə metod dedikdə nəyi nəzərdə tuturam? Məsəl üçün, My Summer Holiday, My Family haqqında mürəkkəb esselər yazmaq. Müasir yazı bacarığının inkişaf etdirilməsi dedikdə isə bizə müasir dünyada ingilis dilində yazmaq üçün nə lazım ola bilər? Düzgün, qısa, peşəkar bir e-poçt və yaxud da leta yazılması vacib ola bilər. Əgər beynəlxalq bir şirkətdə işləyiriksə, həmin ölkədə qalırıqsa, xarici dil danışılan ölkədə qalırıqsa, həmçinin bizə lazım ola bilər LinkedIn hesabımızda özümüz barədə təsirli bir bio yazmaq. Nə etməliyik yazı bacarığının inkişaf etdirilməsi üçün? Nə etməliyik? Özünüzə gündəlik tuta bilərsiniz. Hər gün sadə 3-5 cümlədən ibarət cümlələr qura bilərsiniz. Sevdiyiniz xarici YouTuberlar olsun, blogerlər olsun, onların videolarına baxa bilərsiniz və ingiliscə bir şərh yaza bilərsiniz. Hansı ki, bunu bir hobbi halına çevirdikdə avtomatik siz həm danışıq ingiliscəsini öyrənmiş olursunuz. Çünki o real ingiliscədir, nəinki kitablarda olan akademik ingiliscə. Bu kiçik addımlar sizin yazı bacarığınıza o akademik esselərdən daha sürətli inkişaf etdirəcək. Çünki bunu yavaş-yavaş hobbi halına gətiririk. Bu təlimdən sonra əminəm ki, edəcəyiniz ilk şey telefonunuzun, bütün sosial media hesablarınızı ingiliscəyə dəyişmək olacaq. Bu əslində kiçik bir addım kimi görünə bilər, amma beyninizi hər gün o sözləri görməyə məcbur edirik. Nəyi nəzərdə tuturam? Məsəl üçün, setting sözü, like, send, account, bu kimi sözləri artıq biz hər Instagram,
və yaxud da TikTok olsun, sosial şəbəkələrə daxil olanda, ayarlarda nəsə dəyişən zamanı istər-istəməz məruz qalırıq həmin sözlərə və öyrənirik. Yəni hər, yerdən 1-2 söz öyrənmək, 1-2, bir şey yadda qalması əlbəttə ki, bizim üçün vacibdir. Həmçinin Instagramda, TikTokda, YouTube'da ana dilində izlədiyimiz kontentin yarısını ingiliscə məzmunla, ingiliscə olan bir kontentlə əvəz edirik. Beynimiz həmin dilə məruz qalmalıdır. Əgər YouTube-da video baxmağı çox sevirsinizsə, həmin o videoları yavaş-yavaş ingilis blogerlərin, vloqlara çevirə bilərsiniz. TikTokda oturub, layvlara baxırsınız, onun yerinə TikTokda xarici tiktokerlərin layvlarına baxa bilərsiniz. Həmçinin ki, beynimiz həmin dilə məruz qalsın. Bayaq dediyim başqa bir mövzuya toxunmaq istəyirəm. Tələbələr düşünür ki, danışmağa, adam yoxdur, praktika eləmək üçün. Mən düşünürəm ki, bizim əslində heç kimə ehtiyacımız yoxdur praktika eləmək üçün. Çünki, son illər məşhur olan, süni zəka, yəni ChatGPT, Gemini və digər, süni AI, platformaları bizə kömək edir. Yorulmadan, bizi qınamadan, pulsuz bir native speaker var bizim cibimizdə, bizim telefonumuzda və bunu necə istifadə edə bilərik? Əslində müxtəlif yollar var. Məsəl üçün AI-dan xahiş edə bilərik ki, bir role play edək. Role play bilirsiniz də rol oyunu deməkdir. Məsəl üçün deyirsiniz ki, sən Londonda bir kafedə baristasan, mən səndən kofe sifariş etmək istəyirəm və mən danışan zamanı səhvlərimi düzəlt. Həqiqətən də düzəldir. Həqiqətən də edilən ən xırda səhvlər, leksik, qrammatik hamısını düzəldir və siz səhvləri görə-görə artıq, yəni öyrənmiş olursunuz, həm də praktika etmiş olursunuz. Səhvləri düzəltmiş, demişkən mətn düzəlişi, çox professional şəkildə mümkündür. Məsəl üçün kiməsə göndərəcəyiniz e-poçtu əvvəlcədən AI-ya göndərirsiniz və deyirsiniz ki, bu mətni daha peşəkar və nəzakətli edirsiniz, deyə xahiş edirik və həqiqətən də inanılmaz bizə alternativlər verir. Həmçinin AI, bizə, məsəl üçün sözü öyrənən zamanı necə kömək edə bilər? Tutaq ki, vacib sözünün, important sözünün 5 daha fərqli sinonimini öyrənmək istəyirsiniz və bunu istədiyiniz şəkildə, soruşursunuz və həqiqətən də çox gözəl, istədiyiniz level'a uyğun vacib sözünü müxtəlif formalarda, məsəl üçün crucial, vital, essential, müxtəlif formalarda artıq bizə sinonimlər təqdim edir və həmçinin həmin sinonimləri bir cümlədə də işlədə bilir ki, hansı ki, mən onu həmişə tələbələrimə məsləhət görürəm ki, söz öyrənən zamanı kontekst daxilində öyrənin. Məsəl üçün, important sizin təzə sözünüzdür. Öyrəndiniz, bildiniz ki, vacibdir və onu cümlə daxilində öyrənin. Görün cümlədə necə işlənir, hansı söz önü ilə işlənir, adətən cümlənin hansı hissəsində istifadə olunur. 2, 3, 4 cümləyə baxdıqdan sonra importantla olan cümlələri nəzərdə tuturam. Avtomatik həmin söz həm sizin aktiv bazanıza gəlir, həmçinin də həmin sözü siz artıq nitqinizdə istifadə edə biləcəksiniz. O pasiv bazadan çıxır. Bildiyiniz kimi bütün öyrəndiyimiz sözlər bizim həm aktiv bazamızda olur, həm pasiv bazamızda olur. Məsəl üçün, sözü ilk öncə öyrənirik, o bizim ilk öncə pasiv bazamızda qalır. Nə zaman ki, o sözü, məsəl üçün, bugün tutaq ki, 5 yeni söz öyrənmisiniz, o söz ilk öncə bizim pasiv bazamızda qalır. Vaxt keçdikcə, məsəl üçün, tutaq ki, family sözünü öyrəndiniz ki, ailə deməkdir. Bugün bir filmə baxırsınız, orada family sözünü eşitdiniz, yada gəlir. Sonra reading oxuyursunuz, mətn oxuyursunuz, orada family sözünü gördünüz. YouTube-da bir videoya baxırsınız, yenə family sözünü. Avtomatik 3 yerdə gördük, o söz gəlir bizim aktiv bazamıza. O family heç vaxt yaddan çıxmayacaq və daim bizim aktiv bazamızda qalacaq və çalışacaqsınız özünüz də onu istifadə edəsiniz. Ona görə dil öyrənən zamanı ancaq speaking üzərindən speakingə fokuslanmağa çalışmayın. Bütün bacarıqları eyni zamanda
Yəni yavaş-yavaş da olsa eyni zamanda inkişaf etdirməyə fokuslanın. Dinləmə də edin, writing də yazmalısınız, speaking practice də olmalıdır. Yəni bu real insanla da ola bilər, AI ilə də ola bilər, bayaq dediyim kimi. Həmçinin dinləmə, yazma, oxuma, danışma. Dediyim kimi 4 bacarığın 4-ünə də fikir verməliyik. Müasir ünsiyyət metodları dedikdə nələri nəzərdə tuturam? Bir dənə göstərim sizə də. Müasir ünsiyyət metodları, mobil tətbiqlər, Duolingo, BBC Learning English istifadə edərək müasir şəkildə ünsiyyət qura bilərsiniz. Real life practice, baxın dostlarla onlayn icmallarda danışmaq, social media learning, Reels, TikTok, YouTube Shorts bunlar barədə danışdım qısaca. Bunlara diqqət edək. Müasir ünsiyyət metodları dedikdə əsas ağlımıza gələcək yanaşma communicative approach, yəni ünsiyyət yönümlü yanaşmadır. Burada əsas məqsəd qrammatika deyil, mənanı ötürməkdir. Bayaq dediyim kimi qrammatik səhvlərə və leksik səhvlərə fikir vermirik. Əsas məqsədimiz fikrimizi qarşı tərəfə ötürməkdir. Tələbə səhv edə bilər, amma əsas məqsəd onun başa düşülməsidir. Əgər onu qarşı tərəf başa düşürsə, deməli ünsiyyətdir. Bu artıq ünsiyyətdir. Communicative approach, yəni ünsiyyət yönümlü yanaşmanın inkişaf etdirilməsi üçün müəllimlər bir çox fəaliyyətlərdən istifadə edə bilərlər dərs zamanı. Bu ola bilər pair work, yəni qrup işləri, group discussion, diskussiyalar ola bilər. Problem solving and decision making tasks ola bilər. Problemlərin həlli yönümlü tasklar. Bir də find someone who adlı bir oyunlar ola bilər ki, hansı ki tələbələri düşünməyə vadar edir və fikrini ingiliscə ifadə etməyə məcbur edir. İkinci, technology in communication. Müasir dövrdə ingilis dilində ünsiyyət sadəcə dərsdən ibarət deyil. Bayaq da qeyd elədiyim kimi rəqəmsal mühitdə də baş verir bu ünsiyyət. İstifadə ediləcək vasitələrə daxildir. Duolingo ola bilər, Quizlet. Ayrıca WhatsApp voice practice, yəni qrupda səs danışıqlar məşqi. AI və ChatGPT ilə interaktiv söhbətlərdə həmçinin bu texnologiyada istifadə edilə biləcək ünsiyyətə daxildir. Real life English dedikdə nəyi nəzərdə tuturam? Dili öyrənməyin ən effektiv yolu real həyatda onu yaşamaqdır. Məsəl üçün, onlayn mübadilə proqramlarına qoşula bilərsiniz. Səfərlər, həmçinin bəzi applicationlar, məsəl üçün Penpal, Tandem applicationlarından istifadə edə bilərsiniz. YouTube və YouTube'da bəzi videolara və filmlərə baxa bilərsiniz. Context learning-lə bağlı, yəni hər hansı bir situasiya daxili öyrənmə bacarığını inkişaf etdirmək məqsədilə. Deməli, əgər bu təlimlə bağlı 4 şeyi yadda saxlamağınızı istəsəm, bu əlbəttə ki olacaq. Məqsədiniz mükəmməl olmaq olmamalıdır. Məqsədiniz ingilis dilini öyrənən zamanı fikrinizi düzgün şəkildə çatdırmaq olmalıdır. İkinci, səhv etməkdən qorxmamalısınız. Səhv etmək olar və lazımdır. Səhv etmək öyrənmə prosesinin sübutudur. Yəni, əgər səhv edirsinizsə, deməli öyrənirsiniz. Yox, əgər səhv etmirsinizsə, deməli orada nəsə var. Ya əzbərdən öyrənmisiniz həmin bir mətni. Məsəl üçün, bəzən evə tapşırıq verirəm tələbələrim üçün. Gəlirlər mükəmməl şəkildə, məsəl üçün, hər hansı bir mətn barədə diskussiya edirik. Mükəmməl şəkildə mənə qaytarır. Mən başa düşürəm ki, tələbə əzbərləyib, sözbəsöz əzbərləyib. Deməli, burada problem var. Suallara cavab verəcəm. Onsuz yekunlaşdırmaq üzrəyəm. Deməli, əgər tələbə səhv edirsə,
həmin mətni öz fikirləri ilə çatdıran zamanı səhv edirsə, deməli bu bizim üçün sübut edir ki, tələbə öyrənib və onu öz sözləri ilə, öz fikirləri ilə ifadə edir. Yox, əgər robot kimi bütün cümlələri ardıcıl deyirsə, deməli problem ordadır. Əzbərləmək bizə heç bir kömək etmir. Üçüncü, dərsliklərdən bezmisinizsə dediyim kimi seçdiyiniz mövzuları ingiliscə izləyin və oxuyun. Bu hər hansısa bir kitab olmaya bilər. Yəni bayaq da qeyd elədiyim kimi filmlər, mahnılar, vloqlar, yəni istədiyiniz mövzularla, futbol sevirsiniz, futbolla bağlı bir məqalə oxuya bilərsiniz, xəbərlərə baxa bilərsiniz. Dördüncü məsələ texnologiyadan bir alət kimi istifadə edin. O sizə həqiqətən kömək olacaq. Dediyim kimi ingilis dili bir fən deyil, bir bacarıqdır. Necə ki, çox bəsit bir nümunə verəcəm. Necə ki, velosiped sürən zamanı və yaxud da üzən, piano çalan zamanı biz velosipedin məsəl üçün üzərində əyləşirik və yıxılırıq dəfələrlə. Bir neçə dəfə yıxılmayana qədər onu sürməyi öyrənmirik. Yəni oturaq tutaq ki, velosiped sürmək barədə 10 dənə kitab oxuyaq, bu heç bir bizə kömək etməyəcək. Yəni praktika çox vacibdir. İngilis dilini öyrənməklə barədə yüzlərlə kitab oxuya bilərsiniz. Necə öyrənmək, hardan başlamaq. Amma yəni bu praktikadır. Real həyata dönməlisiniz əgər ingilis dilini öyrənmək istəyirsinizsə və istifadə etməlisiniz. Çəkinməməlisiniz. İngilis dili də belədir. Yəni biraz öyrənim, səhvsiz danışanda başlayacağam deməyin. Mükəmməl günü gözləməyin. O velosipeddə bugün əyləşin, yəni bugün bu səhvi edin. Bugün o qrammatik səhvləri edin, amma bugün yıxılın və bugün də öyrənin, yəni sabaha saxlamayın. İstəyərdim birlikdə suallara baxaq. Yəni əgər sualınız varsa müraciət eləyə bilərsiniz. Fidan xanım soruşur ki, dərsdə tələbə söz bazası zəifdirsə, onunla həmin xarici dildə ünsiyyət qurmaq düzdürmü? Düzdür Fidan xanım, niyə də yox? Söz bazası zəifdirsə, xarici dildə ünsiyyət qurulsun, çünki öyrəşəcək tələbə. Əgər bu tələbə az yaşlıdırsa, daha sürətlə öyrəşəcək. Yəni əgər uşaqdırsa, 5-6 yaşı varsa, mütləq ki, ancaq həmin xarici dildə ünsiyyət qurmaq lazımdır. Bir də tələbənin üzərinə də biraz yük düşür. Bildiyiniz kimi hər şeyi müəllimlərin üzərinə atmayaq. Tələbələr də, yəni əgər söz bazası zəifdirsə, müəyyən bir vaxt çərçivəsi içərisində sözlər öyrənilməlidir, inkişaf etməlidir. Çünki hər hansısa bir söz bazası olmadan dildə danışmaq qeyri-mümkündür. Yəni tutaq ki, mən bəzən tələbələrə deyirəm ki, ingilis dilinin qrammatikası həqiqətən çox asandır. Bir dənə üzərinizə düşən məsələ söz öyrənməkdir. Tutaq ki, 50 dənə söz bilirsiniz. Həmin 50 sözü istifadə eləyəcəyiniz bəlkə də bir 300-ə yaxın cümlə qura bilərsiniz. Yəni çox sadə qrammatik qaydaları belə bilərək. Tutaq ki, there is, there are, have, has. Yəni çox sadə qaydaları bilərək siz nə qədər cümlə qura bilərsiniz. Ona görə söz bazanızı mütləq ki, inkişaf etdirməyə fokuslanın. Sözlər öyrənmək daha faydalıdır yoxsa kontekst? Hökümə xanım, əslində fərqli-fərqli şeylərdir. Sözlər öyrənmək əlbəttə faydalıdır. Sadəcə həmin sözləri fikir verin ki, necə öyrənirsiniz? Həmin sözləri kontekst daxilində öyrənməlisiniz ki, həmin sözlər bayaq dediyim kimi passiv bazada qalmasın, aktiv bazaya gəlsin. Necə ki, məsəl üçün bir söz öyrənirsiniz, həmin sözü bugün öyrəndim, atmayın kənara. Ya o təkrar edilməlidir. Cümlələr daxilində öyrənilməlidir həmin sözlər. Kontekst daxilində öyrənilməlidir. Həmin sözlər, məsəl üçün mövzu, tutaq ki, texnologiya barəsində 10 dənə söz öyrənmisiniz. Texnologiya ilə bağlı bir tutaq ki, TEDx videosuna baxa bilərsiniz ki, həmin o öyrəndiyiniz technology-based vocabulary-ni orada eşidəsiniz. Eşidəndə avtomatik o sözlər gəlir bizim aktiv bazaya. Bir dəfə, 2 dəfə görürük. Bir dənə də texnologiya ilə bağlı məqalə oxuyanda artıq orada da bir dəfə avtomatik yenə görürük və həmin sözlər bizim gəlir aktiv bazamıza.
Ona görə, məsəl üçün mən tələbələrə söz bazası göndərən zamanı, tutaq ki, texnology ilə bağlı 15 dənə söz göndərirəm, bugünkü dərsimizlə bağlı. Onun mütləq mətni də olur, dinləməsi də olur. Çünki o sözləri tələbə mətndə də görür, oxuyur, dinləmədə də görür və avtomatik aktiv bazasına gəlir ki, sabah o tələbə həmin sözü istifadə edə bilsin. İstifadə etməklə yanaşı düzgün tələffüz edə bilsin. Çünki dinləyən zamanı düzgün tələffüzünü də öyrənir tələbə, və düzgün kontekstdə istifadə edə bilsin. Yəni həmin söz ola bilsin ki, tərcüməsini bilir, amma düzgün kontekstdə istifadə edə bilməyə bilər tələbə. Bəs bu dili öyrənərkən ən çox buraxılan səhvlər hansılardır? İngilis dilini öyrənən zamanı ən çox edilən səhv məlum məsələdir ki, Günel xanım, məsəl üçün Azərbaycan dilində hər hansısa bir sözü hərf-bə-hərf tərcümə eləməyə çalışır tələbələr. Mən hər zaman məsləhət görürəm ki, bir fikri çatdırmağa fokuslanın. Cümlə və cümlə tərcümə eləməyə çalışmayın. Yəni siz tərcüməçi deyilsiniz. Hətta tərcüməçilər belə sinxron tərcümə zamanı çətinlik çəkirlər. Çünki hərf-bə-hərf, söz-bə-söz fikri çatdırmaq çətin olur və mümkünsüz olur bəzən. Çünki ona görə siz daha çox fikrinizi asan formada da olsa öz fikrinizi çatdırmağa fokuslanmalısınız. Başqa öyrənən zamanı buraxılan səhvlər fikirləşirəm. Sərbəst danışıq üçün nə qədər vaxt ərzində təmiz öyrənmək olar? Əgər sıfırdan başlayan tələbədirsə, Aydın bəy, sərbəst danışıq üçün bəlkə də 1 ilə yaxın vaxtınızı alacaq. 1 il. Çünki bu dildir. Yəni nə qədər də desəm ki, ingilis dili qrammatikası çox sadədir, ingilis dili rahat dildir. Müqayisədə məsəl üçün Çin dili ilə, rus dili ilə müqayisədə həqiqətən də asandır. Elə Azərbaycan dili ilə müqayisədə belə ingilis dili rahatdır. Amma ki, yəni bu bir dildir. 1 aya 20 günə öyrəniləsi şey deyil. Yəni müəyyən qədər bir vaxtımızı alacaq təbii ki. Yəni çox tez bir zamanda öyrənməyə fokuslanmayın. Belə. Bəzən özüm də görürəm, bəzən paylaşılır ki, 20 günə ingilis dili öyrən, 1 aya mükəmməl ingiliscə danış. Yəni bu sadəcə marketinqdir. Bu tip şeyləri görəndə, eşidəndə, yəni sadəcə qaçın həmin yerdən. Yəni bilin ki, o doğru bir şey deyil, həqiqətən də doğru bir şey deyil. Yəni adicə bir uşaq götürək. Bir uşaq doğulur. Tutaq ki, Azərbaycan ailəsində Azərbaycan dilində danışılır. Bütün ailə üzvləri Azərbaycanca danışır. O uşaq eşidir, bir müddət eşidir, sonra yavaş-yavaş hərflər, sözlər, yavaş-yavaş ikili cümlələr, üçlü cümlələr, daha sonra bəzi sözləri səhv tələffüz edir. Bu zamanla düzəlir və artıq 4-5 yaşına çatanda qəşəng danışa bilir. Hətta bəzən yenə tələffüz problemləri olur. Düzdür, bir uşaq qədər o proses çox ləng getmir, 4-5 il dərəcəsində də yox. Amma yəni çox da qısa müddətdə olan bir proses deyil. Çox təşəkkür edirəm təlim üçün. Bəs müəllimə, siz öyrənən zaman hardan başlamısınız, nələri etmisiniz gün ərzində? Mən öyrənən zamanı mən bu dilə məruz qalmışam. Bayaq da məlumat verdiyim kimi 4 il bakalavr dərəcəm, 2 il magistratura, 10 ildir ki, bu sahədə işləyirəm. Deməli 5 ildir artıq İqtisad Universitetində tədris edirəm. Əlavə onlayn dərslər də keçirəm. Yəni il ərzində 1000-ə yaxın tələbələrlə işləyirəm. Yəni bu öyrətmə prosesi zamanı da həqiqətən də öyrənirik. Hələ də öyrənməyə davam edirik. Hələ də elə sözlər var ki, biz bilmirik. Yəni bu normaldır, bu bizim ana dilimiz deyil. Yəni hələ də öyrənirik. Ona görə demək olmaz ki, yəni biz mükəmməl bilirik, mükəmməl yəni öyrənmə prosesi bitməyib. Hələ də müəllim olsaq da bu proses davam edir. Yəni mən dediyim odur ki, mən bu dilə məruz qalmışam. 6 il ixtisasımla bağlı, daha sonra tədrislə bağlı və baxdığım filmlər olsun, qulaq asdığım mahnılar olsun, telefonumun dili olsun, hər şey ingiliscədir. Həlimə xanım deyir ki,
İngilis dilini öyrənəndə eyni zamanda başqa dil öyrənməyə başlamaq nə dərəcədə düzgündür? Həlimə xanım, əgər vaxtınız varsa, niyə də yox? Əgər boş vaxtınız çoxdursa, niyə də yox? Yəni bu sadəcə sizin vaxt bölgünüzdən asılıdır. Mənim hal-hazırda bir tələbəm var, bəlkə də özü burdadır. Deməli, polyak dilini öyrənir hal-hazırda və ingilis dilini, mükəmməl şəkildə də öyrənir, yəni. Niyə də yox? Hər şey mümkündür. Sadəcə ayıracağınız zamandan, asılı olaraq dəyişir. Əgər boş vaxtınız çoxdursa, niyə də yox? Filmlərə baxmaq öyrənmək üçün yaxşı üsul. Əlbəttə Günel xanım, niyə də yox? IELTS nə vaxtdan hazırlaşmaq lazımdır? B1 səviyyədə xaricdə magistr təhsil almaq üçün. IELTS-ə başlamaq üçün bizə lazımdır strong intermediate, güclü B1, B1 strong səviyyəsi lazımdır bizə mütləq ki. Əgər B1 strongdan aşağısınızsa, heç məsləhət görmürəm başlamağı. Ona görə birinci General English baza mükəmməl səviyyədə qurulmalıdır. Ondan sonra IELTS almaq prosesi asanlaşır. 8-5 IELTS almaq realdır, amma B1 level'dan. B1 əgər pre-intermediate level-ı nəzərdə tutursunuzsa, Sədaqət xanım, yox. Amma intermediate, interdən də əslində real deyil. 8-5 almaq siz gərək General English, Upper Intermediate, hətta Advanced Level General olaraq bitirib, daha sonra IELTS hazırlığına başlamalısınız ki, 8-5 ala biləsiniz. Qrammatikanı bilirəm, ancaq uzun-uzadı cümlələr qurmağa çətinlik çəkirəm. Nə məsləhət görürsünüz? Əgər tələbənin qrammatik bilik və söz bazası B1, danışıq isə A2-dirsə, aydındır. Bir səviyyəni neçə aya bitirə bilərik? Sualı çox maraqlı sualdır. Bu mənə tez-tez ünvanlanır. O baxır səviyyədən asılı və tələbənin potensialından asılı olaraq. Məsəl üçün, mən adətən tələbələrimlə A1 səviyyəsini bir aya yekunlaşdırıram. Yəni 8 dərs kifayət edir bizə A1 səviyyəsindən çıxmağa. Amma A2 səviyyəsinə gəlincə, A2 dərs üçün mənim proqramım hardasa 13-14 dərsdir. 14 dərsi artıq yekunlaşdırırıq. Bu isə 2 aydan çox qısa bir müddətdir. Yəni 1 ay yarım, 1 ay 3 həftə maksimum. Amma B1, B2 səviyyələrinə gəlincə bu rahat bir 3 ay vaxtımızı ala bilər. Çünki ingilis dilində levellər artdıqca biraz qəlizləşir. Nə qəlizləşir? Nəyi nəzərdə tuturam? Çünki tələbə 11 il məktəbdə onsuz da ingilis dilini eşidir. Bəzi sözləri, bəzi asan qrammatikaları bilir deyə A1 və A2 səviyyələrini bitirmək bizim üçün rahat olur. Amma B1 elə bir səviyyədir ki, artıq ingilis dilinin içərisinə girmiş oluruq və o biraz vaxt ala bilir, yəni bizim öyrənməyimiz üçün. Əgər qrammatika, söz bazası B1, danışıq isə A2-dirsə, sadəcə danışıq üzərinə fokuslanın. Yəni biraz daha danışıq bacarığını inkişaf etdirməyə fokuslansaz, ümid edirəm inkişaf edər. Dediyim kimi, gündəlik elədiyiniz şeyləri ingiliscə təkrar eləməyə çalışın. İngiliscə, məsəl üçün, su içirəm. Bunu ingiliscə deyin. Duş qəbul edirsiniz, ingiliscə beyninizdə cümlələr qurun. Yatmağa gedirsiniz, ingiliscə deyin. Yəni bunu rutin halına gətirin. Yavaş-yavaş artıq hər şey ingiliscə istifadə eləməyə, yəni o mühiti özünüz üçün yaradın. Filmlərə hansı metodla baxmaq lazımdır ki, dili öyrənmək daha effektli olsun? Bayaq dedim, Nərmin xanım, shadowing metodu. Baxırsınız bir filmə, həmin aksenti, həmin spikeri təqlid eləməyə çalışın. Məsəl üçün, o necə tələffüz edirsə, o formada həmin sözləri tələffüz eləməyə çalışın. Bu, sizin pronunciation, sözləri tələffüz eləmə qabiliyyətinizi artıracaq. Sözləri daha qəşəng, daha düzgün aksentlə və vurğu ilə artıq deməyə başlayacaqsınız. Burada bəzi suallar itir deyəsən. Aha, Lamiyə deyir ki, mən istəyirəm elə bir proqram olsun ki, dediyiniz kimi fərqli topiklərdə dialoqlar olsun, fərqli mövzular üzrə bilirsinizmi elə bir app? Əlbəttə bilirəm, Lamiyə xanım. Elə mən indi göstərəcəm. Ekranımı paylaşıram sizinlə.
Saytlardan göstərmək istəyirəm bir ikisini sizə. Deməli. Əm, speaking saytları göstərəcəm sizə. Bu mənim favori saytımdır. Adını götürə bilərsiniz. Baxın. Conversation questions for ESL, EFL Classroom. Burada müxtəlif mövzular var. Hər mövzular barədə də n qədər sual var. Məsəl üçün, advice mövzusunu açdım. Görürsünüz nə qədər sual var. Adoption, baxın. Nə qədər sual. Yəni, bu saytdan istifadə edə bilərsiniz. Biz qayıdaq prezentasiyamıza. Suallara davam edək. Bəs müəllim, Azərbaycanca tərcümə etmədən bilmədiyimiz ifadələri necə anlaya bilərik? Azərbaycanca necə düşünmədən öyrənə bilərik? Çox qəşəng sualdır. Bilirsiniz niyə? Məsəl üçün, mən A1, A2, yəni beginner və elementary level tələbələrə dərs keçən zamanı onlar üçün hazırladığım lüğət materialı ingiliscə və Azərbaycanca tərcüməsi olan lüğətdir. Məsəl üçün, book qabağında tələffüzü və tərcüməsini yazmışam ki, kitab. Amma səviyyə artdıqca, məsəl üçün, gəlib tələbələr artıq B1 səviyyəsinə, hələ mən pre-intermediate nəzərdə tuturam. Həmin səviyyəyə gələndə artıq tələbələrə Azərbaycanca tərcüməsi olan heç bir lüğət vermirəm. Baxmayaraq ki, mənim əlimdə en qədər Azərbaycanca tərcüməsi olan lüğət var, material var, hansı ki, tələbənin işini asanlaşdırır, amma mən onları təqdim etmirəm. Niyə? Çünki Azərbaycan dilində tərcüməsini öyrəndiyiniz sözlər öyrənirsiniz. İngiliscə danışmağa başlayanda İngilis, Azərbaycan, birinci Azərbaycanca beyində düşünürük, sonra onu tərcümə eləməyə çalışırıq beyində və İngiliscə tərcümə edib danışmağa başlayırıq. Amma bir sözləri siz əgər ingilis dilində definitionla, yəni mənaları ilə öyrənsəz, artıq həmin sözü beyniniz ingilis sözü olaraq qəbul edir və Azərbaycanca tərcüməsi olmur beyninizdə. Avtomatik həmin sözü sabah başqa bir kontekstdə rahat Azərbaycanca tərcüməyə ehtiyac olmadan istifadə edəcəksiniz. Yəni, əgər müəyyən bir level, baza ingiliscəniz varsa, sözləri mütləq definitionlarla öyrənməlisiniz və kontekst daxilində necə işlənir, hansı söz önülərlə, cümlənin hansı hissəsində istifadə olunur, sifət forması, isim forması necədir, bunlara diqqət eləməlisiniz. Yəni, Azərbaycanca tərcümələri yığışdırmalısınız. Və yaxud da reading oxuyursunuz, hər hansısa bir mətin, onu Azərbaycanca tərcümə eləməyin beyninizdə. Sadəcə oxuyun, ümumi mənanı başa düşməyə çalışın. Yəni, İngilis və Azərbaycan dilini ayırın. Azərbaycan dilini kənara qoyun, tamamilə İngilis dilinə fokuslanın. Mətn oxuyursunuz, onu Azərbaycan dilinə tərcümə eləməyin. Sadəcə mənanı başa düşməyə çalışın. Filmə baxırsınız, hər hansı bir cümlə deyilib, o cümləni tez Azərbaycan dilinə tərcümə eləməyin. Mənanı tutdunuz, bitdi. Yəni, qoy beyində qalsın. Yəni, o formada da, o üsulla da davam edin. Hansı metodla öyrədirsiniz tələbələri, tapşırıqlar filan, ya lüğət daha çox, yəni sizin qrafikiniz necədir? Məndə deməli, dediyim kimi, bayaq da dedim, tutaq ki, bir topic vocabulary göndərirəm tələbələrə, istənilən, tutaq ki, family ilə bağlı 20 dənə söz, definitionla təbii ki, bayaq dediyim kimi, family ilə bağlı bir dənə reading material göndərirəm, family ilə bağlı bir dənə listening. Tələbələr listening-ə qulaq asır, skript yazmaqlarını adətən istəyirəm. Skript nəyi nəzərdə tuturam? Qulaq asırlar, cümlə-cümlə, söz-bə-söz hamısını yazırlar. Daha sonra mənə göndərirlər, mən o skripti yoxlayaraq feedback verirəm və düzgün skriptləri göndərirəm ki, onlar yoxlasınlar. Daha sonra readingləri oxuyurlar, tələbələr adətən öz sözləri ilə ifadə eləməyə çalışırlar. Yəni, əzbər olaraq yox. Bunu səsli record edirlər, hətta WhatsApp qruplarına da göndərirlər. Sözlər, reading, listening dedim. Bu formada dərsimizdə ancaq speaking üzərində qurulur ki, zaten tələbə reading, listening evdə inkişaf etdirə bilir.
Yəni dərs ancaq speaking və writing üzərində qurulmalıdır deyə düşünürəm. Çünki bu elə bacarıqdır ki, speaking və writing tələbə bunu özü tək inkişaf etdirə bilmir. Hansısa bir köməyə, hansısa bir şəxsə və yaxud da bir AI lazımdır ki, tələbəyə onu onunla praktika edə bilsin. Ona görə dərs ancaq speaking və writing üzərində. Writing də ancaq lazım olan tələbələrə. IELTS-ə hazırlaşan tələbədirsə, bəli, writing lazımdır. Sırf amma danışıq ingiliscə öyrənirsə heç lazım deyil. Bəs dərsləriniz haqqında məlumat verə bilərsiniz? Sədaqət xanım, paylaşdığım, ekranda, səhv eləmirəmsə, prezentasiyada əlaqə nömrəsi, e-mail, qeyd olunub. İstəyirsiniz, ətraflı məlumat üçün, yəni mən sizə məlumat göndərə bilərəm. Təlim üçün çox sağ olun. Xarici neytivlərlə speaking üçün bildiyiniz faydalı əplər varsa deyə bilərsiniz. Mən bayaq faydalı əplər, qeyd elədim. Eee Yenə yazıram bura. Baxın. Hello Talk da var. Tandem istifadə edə bilərsiniz. Dərs PDF-lərini özünüz bəli, bütün, Nigar xanım, dərs materialları, özüm hazırlamışam. Dediyim kimi, o sıxıcı kitablar yoxdur. Məsəl üçün bəzi nəysə, yəni bəzən dərs öyrənmə prosesi zamanı, kitablar istifadə edilir. Cutting Edge olsun, Speak Out olsun. Bax bu tip, kitablar öyrənmə prosesini ləngidir. Ona görə həmin kitablardan istifadə etmirəm. Bütün PDF-lər, materialları özüm hazırlamışam ki, öyrənmə prosesi daha sürətli şəkildə keçsin. Bəzən tələbələr gəlir, müraciət edir ki, məsəl üçün filan kursda Speak Out kitabının elementary level'ını bitirmişəm. Mənə elementary ehtiyac yoxdur. Mən başlamaq istəyirəm növbəti səviyyədən. Tələbənin danışığını yoxlayıram, speaking edirəm. Görürəm ki, həqiqətən də heç elementary yoxdur. Niyə? Bilirsiniz, bəzən tələbələr elə fikirləşir ki, hansısa bir kitabı bitirmək həmin bir leveli bitirmək deməkdir. Amma bu yanlış bir düşüncədir. Hansısa səviyyə üzərindən bir kitabı, bir vocabulary kitabı ola bilər, bir danışıq kitabı ola bilər. Onu bitirmək o demək deyil ki, siz artıq həmin səviyyəni bitirirsiniz. Yəni o, level həqiqətən düşündüyümüzdən də bir geniş bir şeydir ki, həm writing, həm speaking, həm reading, həm listening bütün bacarıqlar, hətta bəzən vocabulary, grammar, sectionları üzərindən inkişaf eləməliyik və eyni anda səviyyəmizi ən düzgün hansı sayt vasitəsilə Yaqut xanım, British Consul-un bir dənə əpi var idi, English Score. Adını yazıram bura. British Consul-un, sayt yox, application-dır. Bu, application telefona yükləyirsiniz və o, yoxlayır bizim reading, listening, grammar, vocabulary hər şeyi yoxlayır. Bir dənə speaking-dən başqa. Hər tərəfli yoxlayır. Hətta, beynəlxalq sertifikat istəyirsinizsə, əgər səviyyənizi bəyənsəz, tutaq ki, çıxır elementary, bəyənsəz ödəniş eləyib, sonra sertifikatını ala bilərsiniz və bu beynəlxalq sertifikat bir çox yerdə tanınır. Bir çox yerdə tanınır. Əgər hansısa kiminsə sualını görmədimsə, bir daha ünvanlaya bilərsiniz. Çünki bəzən yuxarı-aşağı eləyirəm, bəzi suallar itir. Amma English Score bu British Consul-un hazırladığı bu app speakingimizi mükəmməl səviyyədə ölçməyəcək. Çünki speakingi ölçmür. Speakingi ancaq müəllimlə məsləhətləşsəz yaxşı olar. Təxmini o leveli, yəni hardasa yuxarı-aşağı 90% müəyyən edə bilir. Teacher training bəli keçirəm. UNEC-də teacher traininqlərimiz olur. Elə keçən yay bizim beynəlxalq bir təlimimiz oldu müəllimlər üçün, məktəb müəllimləri üçün, həmçinin kurs, məktəb, hətta digər universitetin müəllimləri üçün beynəlxalq səviyyədə təlimlərimiz oldu. Həmçinin mən də təlimçilərdən biri idim.
IELTS-ə başlamaq üçün nə etmək lazımdır? Yavaş-yavaş hazırlaşıb nə vaxtsa vermək üçün yeni vacibdir, yaxın gələcəkdə. Başlamaq üçün Sədaqət xanım, bayaq dediyim kimi, ingilis dili bazasını maksimum dərəcədə inkişaf etdirməlisiniz. Birinci General English-ə fokuslanın. Level'lar üzrə ingilis dilini, level'ları tamamilə bitirməyə çalışın. Elementary, pre-intermediate, intermediate, upper intermediate bitirin. Əgər yəni kifayət qədər vaxtınız varsa, upper'da hətta bitirin. Daha sonra rahat IELTS hazırlığına başlaya bilərsiniz. IELTS sadəcə praktikadan ibarətdir. Bu demin suallarına oxşayır biraz IELTS-ın hazırladığı suallar. Çünki 3 dənə geniş mətn olur və 1 saat vaxtımız olur. Bu mətnlərin cavabını 1 saat ərzində işləyib, çatdırıb yazmalıyıq. Həmçinin listeninglər olur. Eyni zamanda qulaq asmalıyıq, eyni zamanda testlərini görüb. Yəni bu biraz time management, biraz başqa bacarıqlar, praktika bacarığı da bizə lazımdır. General English üçün bəli, self-study paketlərimiz var. Var, bəli. Yenə nömrə ilə əlaqə saxlaya bilərsiniz bu barədə. Bəzən insan motivasiyadan, ruhdan düşür. Məlumatsız öyrənmə prosesi zamanı motivasiyadan düşdüyünüz zaman nə edir? Hə, qəşəng sualdır. Öyrənmə prosesində motivasiyadan düşürsünüzsə, biraz ara verin. Biraz ara verin. Məsəl üçün, bir həftə dincəlin, daha sonra yenidən davam edin qaldığınız yerdən. Bəzən o breyklər bizə yaxşı təsir edə bilər. Amma bu breyk çox uzun müddət olmamalıdır. Çünki uzun fasilə versəz, öyrəndiyiniz çox şey yenidən yaddan çıxa bilər. Hansı suallar qaldı? Dəyərli məsləhətiniz üçün təşəkkürlər. Siz sağ olun Pərvanə xanım. Mən IQ səviyyəsindəyəm, amma ingilis dilimi yenidən sıfırdan təkmilləşdirmək istəyirəm. Hardan başlamağım daha doğrudur? Bəzən mənə belə tələbələr müraciət edir, Hökümə xanım. IQ səviyyəsindəyəm, amma mən A1-dən başlamaq istəyirəm. Düşünürəm ki, A1-də boşluqlarım ola bilər. Yəni, əgər həqiqətən də IQ səviyyəsində deyilsənizsə, yəni düşünmürsünüzsə ki, IQ səviyyəsindəsiz, hə, bəli, A1-dən başlaya bilərsiniz. Yox, əgər həqiqətən ki, elementary səviyyəsindəsinizsə, yəni aşağı leveldan sıfırdan başlamağa ehtiyac yoxdur. Sadəcə level üzərindən boşluqlarınız müəyyən edilməlidir. Həmin boşluqlar üzərində işlənilməlidir. Tutaq ki, hansısa bir qrammatik boşluq ola bilər, söz bazası IQ səviyyəsinə uyğun olmaya bilər, reading, listening zəif ola bilər. Yəni sırf onun üzərində fokuslanaraq həmin leveli tamamlamağa fokuslansınız daha yaxşı olar. Nəinki sıfırdan, yəni yenidən sıfırdan başlamaq sizin üçün vaxt etkisi olar. Vacibdirmi danışıq öyrənən zamanı? Müəllim üçün beynəlxalq sertifikatlı kurslar, TKT, TESOL nə qədər vacibdir? Əgər müəllimsinizsə, Nigar xanım, vacibdir, çox vacibdir. TKT, TESOL, sonra IELTS mütləq dərəcədə, həmçinin APTIS imtahanı var, son illər məşhurlaşıb British Council-un çıxardığı TAPTIS for Teachers var, onu verə bilərsiniz. Qrammatika vacibdirmi danışıq öyrənən zamanı? Qrammatika vacibdir. Niyə vacibdir? Çünki, məsəl üçün, bir turist gəlir Azərbaycana, sizə deyir ki, mən istəmək, getmək içəri şəhər. Siz başa düşürsünüz ki, o deyir ki, mən getmək istəyirəm içəri şəhərə. Düzdür? Amma onun dili necədir? Heç də yaxşı səslənmir. Çünki onun qrammatik səhvləri var. Çünki o bizə çox da belə cəlbedici səslənmir də onun danışığı. Amma halbuki o desə ki, mən içəri şəhərə getmək istəyirəm və biz görsək ki, bir turist Azərbaycan dilində belə qəşəng danışır, biz özümüz də sevinərik və onun nitqi də daha aydın olar əlbəttə ki. Yəni qrammatika budur da. Qrammatika düzgün şəkilçiləri qoymaqdır, düzgün ardıcıllığı qoymaqdır. Yəni əgər düzgün qrammatikanız olmasa, sizin nitqiniz belə səslənəcək. Mən getmək istəmək içəri şəhər. Yəni gəl indi bunu başa düş. Əlbəttə başa düşülür. Sadəcə siz akademik səviyyədə ingilis dili öyrənmək istəyirsinizsə, həmin ölkəyə səyahət edəcəksinizsə, gedib təhsil alacaqsınızsa, əlbəttə ki, sizə düzgün ingiliscə lazımdır. Bəs hansı ilə başlamağı məsləhət görürsünüz? Sertifikatların müəllimsinizsə əgər, Sədaqət xanım, IELTS-la başlaya bilərsiniz. Çünki ən vacibi elə IELTS-dir. TESOL da vacibdir. IELTS, TESOL hələ ki başlanğıc üçün yaxşıdır. Bəzən deyirlər, qayda öyrənmədən danışıq mümkündür. Sizcə doğrudurmu? Onu deyirdim Pərvanə xanım, məncə doğru deyil. Qayda bəzən düzdür.
Bizdə belə olur ki, bütün dərs qayda üzərinə fokuslanır. Məsəl üçün, mənim bir tələbəm var, bu yaxınlarda mənə müraciət eləyib. 1 ildir ki, deyir, kursa gedirəm. Mən deyir, ancaq qayda öyrəndim. Tələbə nəticədə danışa bilmir. Düzdür, qaydanı bilir. Bilir present simple nədir, present progressive, past simple, bilir, hamısını bilir. Digər tələbə danışa bilmir. Tələbə, hətta mən Azərbaycanca deyirəm, onu belə tərcümə eləyə bilmir. Niyə? Çünki düzgün cümləni qura bilmir. Amma mən soruşsam ki, tutaq ki, subject harda gəlir, verb harda gəlir, present continuous'da cümlə quruluşu necədir? Am, is, are, to be, verb ing. Bunları bilir, ardıcıllığı bilir. Onu tətbiq eləyə bilmir. Çünki o praktika etməyib. Amma qaydanı necə öyrənməliyik? Tutaq ki, bir zaman gələcək məsəl üçün, tutaq ki, to be going to öyrəndiniz, gələcəkdə planlı gələcək zamandır. Burada dərs keçmək istəmirəm, sadəcə nümunə olaraq göstərmək istəyirəm. To be going to öyrəndiniz, gələcəkdə planlı hərəkətlər üçün istifadə olunur. Ha, bu qaydadır, mənə lazımdır, nə dərəcədə lazımdır, mən bunu istifadə eləməliyəm. Tez cümlə qurun. I am going to buy, I am going to talk, I'm going to go, I'm going to cook. Hətta bunun Amerikan versiyasına keçin. I'm gonna cook, I'm gonna talk. Baxın, bu artıq mənə lazımdır. Niyə? Çünki mən bunu artıq tətbiq edə bilirəm. Yəni, baxın ki, qaydanı necə öyrənirsiniz? Əgər qaydanı tətbiq edib danışa bilirsinizsə, o qayda sizə vacibdir. Amma tətbiq edib, yəni istifadə eləməyəcəksə, o qaydanı öyrənməyin. Yəni, ingilis dilində bəzən elə qaydalar var ki, heç mənə də lazım deyil bu dəqiqə. Yəni, ehtiyac yoxdur o qaydaları öyrənməyə. Yox, əgər işimizə yarayırsa, gündəlik danışıqda bizə lazım olacaqsa, öyrənin əlbəttə ki, o qaydanı. İstənilən cümləni Azərbaycanca deyəndə düşünmədən tərcümə edirəm. O fikirləmə istifadəni çox düşünürəm, bu yalnız praktika düzəlir. Bu, bəli, praktika ilə düzələ bilər və Pərman xanım, bayaq dediyim kimi, siz yəqin ki, sözləri Azərbaycanca tərcüməsi olaraq öyrənmişsiniz və hal-hazırda da cümləni Azərbaycan deyəndə tərcümə edə bilirsiniz. Siz tərcüməçi kimi formalaşmısınız. Siz dil öyrənən kimi yox. Tərcüməçi kimi formalaşmısınız. Niyə? Çünki bəzən tələbələr də birinci Azərbaycanca fikirləşir. Məsəl üçün, hər hansısa sualı verəndə tez onu tərcümə eləyir və başlayır ingiliscə deyir. Amma biraz vaxtımızı alır. Mən gərək 1 dəqiqə oturum fikirləşim ki, məsəl üçün, tutaq ki, Güney xanım tərcümə eləsin onu. Birinci ideya tapsın, onu Azərbaycanca tapsın, sonra ingiliscə tərcüməsin. Bu 1 dəqiqə bizim vaxtımızı alır. Amma artıq ingiliscə düşünməyə başlayanda avtomatik o proses sürətlənir və qarşıdakı da bizi çox gözləmir. Siz də bu tip sözlərdən çox istifadə etmirsiniz. İngilis dilini hər kəs öyrənə bilər, öyrənmək hansısa bacarığımız olmalıdır. Məncə hər kəs öyrənə bəlkə də bilər. Amma həqiqətən bəzən elə tələbələr görürəm ki, çox çətinlik çəkirlər. Yəni, deyərdim ki, mən heç də hamı öyrənmə məcburiyyətində deyil. Amma düşünürsünüzsə ki, gələcək üçün. Necə ki, heç kim həkim ola bilməz. Düzdür, həkimliklə ingilis dili müqayisə ediləcək dərəcədə çətin deyil. Necə ki, heç kim o ki, müəllim ola bilməz. İngilis dilini də məncə heç kim öyrənə bilməz. Düzdür, bəzi sadə şeyləri öyrənər, amma mükəmməl ingilis dilindən söhbət gedirsə, məncə heç də hər kəs öyrənə bilməz. Amma xüsusi bacarıq yox, sadəcə vaxt, sadəcə effort sərf eləməliyik, biraz vaxt ayırmalıyıq, bəzi özümüzə əziyyətə verməliyik. Belə. Başqa suallar, ümid edirəm qaçırmadım. Və lisensiya başlama bunu cavab verdim. Söz ehtiyatım normaldır, Lamiyə deyir. Amma qulaq asanda həm sürətli listeninqlə və aksentə görə sanki çox az anlayıram, amma yazıda subtitle qoşanda baxıram ki, hə, Lamiyə xanım, bir şeyə baxanda subtitle qoşmayın. Subtitle qoşanda o artıq reading olur sizin üçün. Mən bunu həmişə deyirəm tələbələrə. Bəlkə də nitqim biraz uzun oldu, yoruram sizi, üzr istəyirəm. Məsəl üçün, tutaq ki, Friends-ə baxırsınız, subtitle-dan açmısınız, o dedikcə aşağıdan yazılar gedir. Bu artıq sizin üçün sadəcə reading bacarığı olub. Yəni, siz sadəcə oxuyursunuz. Onun listening-ə heç bir effekti yoxdur. Uzaqbaşı sözlərin düzgün tələffüzünə diqqət yetirə bilərsiniz. Amma bu listening-dən çox reading bacarığını inkişaf etdirir. Çünki siz sadəcə oxuyursunuz.
Onun yerinə, əgər listening bacarığınız həqiqətən zəifdirsə, siz subtitle-dan istifadə etməyin. Bilirəm çətin olacaq, amma bir müddət sonra öyrəşəcəksiniz. Listeninglə bərabər digər bacarıqlar da inkişaf etməlidir ki, listening inkişaf edə bilsin. Söz öyrənməlisiniz ki, həmin o sözləri listeningdə eşidəndə başa düşəsiniz. Məsəl üçün, tam sıfırdan olan tələbənin qabağına 10 gündə o videonu qoysan, heç nə başa düşməyəcək. Çünki o öyrənmə prosesi elə bir şeydir ki, bütün bacarıqlar eyni anda inkişaf etməlidir. Sən buradan söz öyrənməlisən, biraz mətn oxumalısan, biraz dinləməlisən, biraz yazmalısan, biraz danışmalısan. Bunlar hamısı eyni zamanda olmalıdır. Ailədə tək bir insan sən öyrədirsənsə, kursa müəllim yanına getmədən inkişaf edə bilər. Ailədə tək bir nəfər sən öyrənirsənsə, kursa müəllim yanına getmədən inkişaf edə bilərik. Əlbəttə, niyə? Self-study edə bilərsiniz. Mən o qədər tələbə tanıyıram ki, sadəcə filmlərə baxaraq belə mükəmməl ingiliscə öyrənən tələbələrim var həqiqətən. Mümkündür. Niyə də yox? Mümkündür. Sizi çox sevirik, dəyərli məsləhətiniz üçün minnətdarıq. Çox sağ olun, mən təşəkkür edirəm. Ümid edirəm yorulmadınız. Ümid edirəm bütün sualları oxumağa çalışdım. Ümid edirəm buraxdığım olmadı, gözdən qaçırdığım oldusa da üzr istəyirəm. Mən təşəkkür edirəm. Ümid edirəm faydalı oldu bu təlim sizin üçün. Dinamik Gənclər Mərkəzinə də xüsusi təşəkkür edirəm. Bu gənclər ilə bizi birləşdirib bir araya gətirdiyi üçün. Bəzən insan motivasiyadan, ruhdan düşür. Bunu oxudum. Çox sağ olun, mən təşəkkür edirəm. Qoşulduğunuz üçün, dinlədiyiniz üçün. Ümid edirəm, bir də qismət olar, bir də görüşərik, suallarınıza cavab verərəm. Bu qədər. Məncə kifayətdir bugünlük. Hə, İlahə xanım. Bəli. Əziz iştirakçılar, bu gün ingilis dili bacarıqlarının təkmilləşdirilməsi və müasir ünsiyyət metodları adlı təlimimizdə bizimlə olduğunuz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Siz bu təlim boyunca yalnız yeni biliklər qazanmadınız, həm də özünüzə inamla danışmağın, fikirlərinizi sərbəst ifadə etməyin əhəmiyyətini bir daha göstərdiniz. Təlimimizdə göstərdiyiniz aktivlik, diqqət və maraq hər birinizi fərqləndirdi. Əminəm ki, bu təcrübə gələcəkdə ingilis dili bacarıqlarınızı daha da inkişaf etdirməyə ilham verəcək. Bu möhtəşəm təlim üçün dəyərli bilik və təcrübəsini bizimlə bölüşən təlimçimizə xüsusi təşəkkürümü bildirirəm. Həmçinin bütün iştirakçılara uğurlar və daim öyrənmək arzusu diləyirəm. Unutmayaq, hər yeni söz, hər yeni ifadə bizi bir addım da irəli aparır. Təşəkkürlər və növbəti təlimlərdə görüşənədək. Mən təşəkkür edirəm. Çox sağ olun. Siz də sağ olun.